Niyə Peyğəmbəri tərif eləmirsiniz? Peyğəmbər ya da düşür əleyhissalamı tərif eləyəndə bəzi insanların zehninə. Peyğəmbər tərifləyir də Əli ilə Peyğəmbər böyük. Əli Peyğəmbərin möcüzəsidir. Buna narahatsan? Adam bir nəfərin övladını tərifləyəndə elə atasını da bir mənada tərifləyir də. Niyə narahatsan? Nədir qəlbinin dərdi, sirri? Nədir? Niyə sıxılırsan belə Əli əleyhissalamın adı çəkiləndə? Bir sual ver qəlbimə vallahi. Sənin halın nədir axı? Niyə narahatsan? Bəli, insan gələk o Muaviyyə eşqini, o Bəni Üməyyə məhəbbətin qəlbdən çıxarda ki, Əli əleyhissalamı sevirlər. Şaşırsın nə demək istəyirəm? Bu biraz çətindir. Öz gəlib yanıb ikisi təzəvvür edin ki, Sıffin müharibəsində bir tərəfdə Muaviyyə, bir tərəfdə Əli. Sən niyə necəsən? İndi zaman keçib burada rahat deyirsən ki, bunu da istəyirəm, bunu da istəyirəm. Bəs birdən get o zamanın mərkəzinə. Orada dayan gilan. Niyə necəydin? Ya belə eləyəcəydin. Deyəcəydin ki, qoşuldun Muaviyyənin dəstəsinə. Yaxşı. Ya deyəcəksən ki, Əleyhissalamın dəstəsinə. Yaxşı, Əleyhissalamın dəstəsinə qoşulub. Nə deyəcəkdin? Muaviyyə ilə vuruşuram, Allah onlardan razı olsam vuruşuram. Yoxsa nə deyəcəkdin? Gəlib Əleyhissalama məsləhət verəcəkdin. Əlicə eləmək nə? Sənin üçündür, mənim üçündür Əleyhissalama məsləhət vermək. Bunlar haqqında düşünməyə dəyər. Əleyhissalam məktəbdir. Bir şəxs ona sual verdi, cavab verdi, elə cavab verdi. Baxdı Əmirül-Möminin dedi, "Ənəbiyyum." Sən peyğəmbərsən belə cavab versən? Yox, peyğəmbər də peyğəmbərin canıdır sadəcə olaraq. Nəbi deyil, rəsul deyil, imamdır. Əleyhissalam sənə cavab verdi. Dedi, "Yox. İnnəma ənə əbdun min əbid Rasulillah." Mən peyğəmbərin nökəri, xidmətçisi, qulluq eləyəni, qulluqçusu. Mən peyğəmbərin tələbəsiyəm. Mən nəbi deyiləm. Gör İmam Sadiq nə deyir? "Ləm yuallimullah Muhammed ilmən illa və əmərəhu ən yualliməhu Əliyyən." Allah peyğəmbərə nə öyrətdisə, əmr elədi ki, mənim öyrətdiklərimin hamısını Əliyə öyrətsin. Küllü məktəb ondadır. Ondan uzaq düşmək dinin təhrif olmasıdır. Bidətlərin yaranmasıdır. Başa düşürsünüz? Çünki meyar odur da, nə varsa 23 ildə də peyğəmbər nə lazımdırsa elədi, amma azdır o zaman çünki hər şeyi çatdırasan, düzdürmü? Nə deyib Allah Taala ayə hamısını deyib söz ona deyil. Amma o qədər cüz'iyyat məsələləri var. O qədər məsələlər var ki, bu zamanla ötürülüb kimə? İmama. Peyğəmbər imamın dili ilə danışır bəşəriyyətinə. Sən də o imamı uzaqlaşdırmısan, keçib məsələn başqası keçsə yer nə olacaq? Axı o mənbəyə bağlanmayıb. O mənbəyə bağlanmayanda bəşəriyyətdə nə baş verəcək? Təhriflər olacaq, bidətlər olacaq. Cəməl müharibəsi Əleyhissalamın zamanında baş verib peyğəmbərdən sonra, hətta o xəlifələrdən sonra da 25 il xəlifələrin dönəmindən sonra baş verib. Cəməl müharibəsində də sahabelər qoşuldu Əleyhissalama iqtida elədi. Namaz qıldılar. O gün olsun ki, dövrün imamının arxasında namaz inşallah qılmaq nəsib olar. Qılanda namazı çox maraqlıdır. Bu həm Buxarıdadır, həm Müslimdədir. Orada bir şəxsdir, deyir ki, təəccüblə baxdı İmran ibn Hüseyn sadla. Qayıtdı ki, bu namaz laqad zəkkərəni haza salatə Muhammed sallallahu aleyhi və alihi və səlləm. Bu salavatı da özüm genişlədim də. Çünki bəzən salavatı belə deyirlər, sallallahu aleyhi və səlləm. Yox, bunun tərcüməsi budur ki, sallallahu aleyhi və səlləm budur. Peyğəmbərə salam olsun, qutardı, dua olsun. Amma kamili budur, sallallahu aleyhi və alihi və səlləm. Həm ona, həm onun ailəsinə, əhl-i beytə salam olsun. Buna deməsələ bir naqis salavatdır, naqis salamdır. Kamil deyil, tam deyil. Yaxşı, deyir o namazı qılıb qutaran sonra nə dedilər? Deyir, ləqəd zəkkərəni hava, salatə Muhammed. Bu namaz bizə Peyğəmbər namazını xatırlatdı. Bu nə deməkdir? Görən odur ki, namazın, Peyğəmbərin namazın get-gedə müəyyən qədər dəyişilir. Əleyhissalam keçir bu namaz qılandı, Peyğəmbərin namazını xatırlatdı. Meyardır da bunlar. Bunlar sevgi ilə, məhəbbətlə deyilən sözlərdir. Mənim qardaşlarım, mənim bacılarım, istər əhlüsünnə. Mən məzhəbə bölməyim də. Hamımıza üzümü tuturam, buradan deyirəm, özdə görürsünüz də, mənbə ilə danışıram ki, nömrələri də evdə qeydimdə var, ona görə daha burada bir cild falan, nömrə falan istəmirəm deyim, amma kitabların adını çəkirəm sizə. Yaxşı. Hətta deyirlər Sıffeyndə bir müharibədə dəstəmaz aldı Əleyhissalam, dəstəmaz alanda, Əleyhissalam necə dəstəmaz alır? Üzün yudu, düzdür, əllərin yur, üzün yur, sağ qolun yur, yumağın qaydası var da, yuxarıdan aşağı çəkməlisən, belə olmaz, yuxarıdan aşağı çəkirsən, düzdürmü? Sol əli yursan, sonra məhz çəkirsən başa. Vəmsəhu. Allah Quranda buyurur, məhz çəkin başınıza, ayaqlarınıza məhz çəkin, Quran ayəsidir bu. Əleyhissalam bu cür dəstəmaz aldı, başına məhz çəkdi, ayaqlarına məhz çəkdi. Deyirlər, orada gördü sahabələr, dedilər, hakəzə rəaytu Rəsuləllah yətəvəttə. Biz Peyğəmbəri belə görmüş, Peyğəmbər belə dəstəmaz alırdı. Başa düşdünüz? Bu da Müsnəd İbn Həmbəldədir. Orada da qeyd olunub bu. Qardaşlarım, bacılarım, mehr, məhəbbətlə bir-birinizə bu mövzuları danışın. Mən də necə danışıram, özü şahidsiniz. Ki, bir-birimizi qırmadan, bir-birimizin qəlbini sındırmadan, bir-birimizə bu həqiqətləri danışaq, ki, bilək necədir vəziyyət, yaxşı. Baxın, Əleyhissalam bir zikir var, o həccə gedənlər deyirdi, Allahümmə ləbbeyk, ləbbeyk, la şərikə ləkə ləbbeyk, Allahümmə ləbbeyk, la şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk, la şərikə lək.
Bu zikri əleyhissalam xüsusi məhəbbəti var imiş, inayəti var imiş və bilirsiniz həcdə deyilən zikirlərdəndir. İbn Abbas deyir, Minada gördüm, heç kəs bu zikri demir. Özümə narahat oldum, bir sual verdim, niyə? Dedilər, Muaviyyə bu zikri qadağ edib. Muaviyyə bu zikri qadağ edib. Və ona görə də niyə qadağ edib da bəllidir, çünki əleyhissalam sevdiyi zikirdir. Yəni nəyə ki onlar xoşlayıb, bu xoşlamır da. Başa düşürsüz? Ona görə adam da gəlir qəlbini də dəyişə, qəlbinin halətini də dəyişə. Həqiqi Əhl-i-Beyt davamçısı budur ki, qəlbinin haləti də tənzimlənməlidir imamın qəlbinin halətinə uyğun. Sən imamın sevindiyi gün sevinməlisən. Sənin imamın qəmləndiyi gün qəmlənməlisən. Yəfrahuna bi fərəhinə və yəhzənuna bi huznina. Bizim qəmli günümüzdə qəmlənənlər sevindiyimiz gün sevinərlər. Çalışın, o məsələn Aşura Əhl-i-Beytin qəmli günüdür. O gün toy eləyərlər. Düzdür? Məsələn də, hə? O Məhərrəmin 10 günlük, Məhərrəm şükür olsun, bu xalq həmişə qoruyub da. Onların dərdli günüdür. Qəlbinin halətini də dəyişməlisən də. Qəlbin onun qəlbi kimi döyünməlidir də. İmamın qəlbi kimi döyünməlidir də. Hətta onun sevincli günlərində sevinməliyik. O şadlığı pis olunmalı. Əlhəmdülillah bu Qədrxum günlərində maşallah hara gedirəm, təbəssüm görürəm, sevinc görürəm, yaxşı haldır. Gözəl haldır. Bu təbəssüm də olmalıdır, sevinc də olmalıdır. Həmişə belə qəmli gezməməliyik ki, o bir nəfər məsumların birini ziyarət eləməyə getmişdi. İmam Rızanı ziyarət edəndə dedi, İmam sənə qurban olum, həmişə qəmmi dərdimi gətirdi. Bu gün sevinc gətirmişəm sənə, gözün aydın olsun. Bu ilahi öhdəliyi icra eləmişəm, səni sevindirməyə gəlmişəm. Biz həmişə imamların qapısını qəmləndirmək üçün qəmlərimizi aparmamalıyıq ki, həm qəmimizi, həm sevincimizi, qəlbimizi aparmalıyıq imamı. Qəlbimiz də tarazlanmalıdır ona uyğun. Həqiqət budur. Diqqət edirsiniz? Muaviyyə narahat idi, bu zikri icazə verməmişdi. Deyir, hətta İbn Abbas çıxdı, Mina çölündə də fəinnəhum qad tarakus sunnə alə buğz Əliyin. Sünnəni Tirmizidədir. Dedi, bunlar Əliyinin nifrətinə görə sünnəni tərk edirlər, Peyğəmbərin buyruğunu tərk edirlər. Çünki Əliyə nifrət edirlər, ona əksinə getmək üçün sünnəni tərk edirlər. Çox maraqlıdır. Hələ əvvəl gündən Əmirül-Möminin məzlumiyyəti var. Adamın ürəyi ağrır. Həm necə şəxsiyyətdir, o izzət orada, məzlumiyyət orada, yığıb, izzət, məzlumiyyət, ikisi də oradadır. Deyirlər, təsəvvür Peyğəmbər oturub, əleyhissalam girdi içəri. Heç biri qalxmır yerindən ki, ona yer versin. Hətta bəziləri tez oturdu ki, ona yer verməsin. Peyğəmbər də bunu gördü, hörmətsizliyi, ehtiramsızlığı gördü. Dedi, and olsun Allaha ki, mən sizi tərk eləyəcəm. Amma hələ siz məni görə-görə əleyhissalamla belə davranırsınız. Amma mən də sizi tərk eləyəcəm. Düzdür, mən tərk eləyəcəm. Onu da unutmayın ki, Allah ki, sizi tərk eləməyəcək. Yəni əvvəldən deyir də sözü görəm halınızı. Elə bil mənə gözləyirsiniz ki, gedim Əlinin qapısını yandırasınız bəziləriniz. Başa düşürsünüz? Bütün hamı sahabələr elə deyildi ki. Amma ondan sonra dedi ki, İnnər-ruh və-r-rəxə vəl-bişrə vəl-bəşərə limən i'təmmə bi Əliyin. Gəlin sizə bir söz deyim. Rahatlıq istəyirsiniz, huzur istəyirsiniz, sevinc istəyirsiniz, şadlıq istəyirsiniz, həqiqət istəyirsiniz. Hamısı Əlinin arxasında getməklə əldə oluna bilər. İmam seçə bir söz, onu gözünüz aydın olsun. Harada çətinlik olsaydı, bu tarixi hadisə deyim, maraqlıdır. Deyir, la nəzələt bi Rasulillah şədidə qəttu, davamı da var. Çətinlik Peyğəmbərə üz gətirsək nə deyərdi? Məsələn, bir kritik bir vəziyyət, bir mühüm bir dənə situasiya. Peyğəmbər nə deyərmiş? Eynə əxi Əli, mənim qardaşım Əli hanı? Bəhbər. Doğrudan da bir insan müntəzir necə olar imamın gözləyən? Belə olmalıdır, mən bu sözlərdən çıxardıram. Yəni imam deyək ki, filan kəs orada da mən narahat deyiləm. Eynə əxi, mənim qardaşım hanı? Eynə əxi Əli. Əliyi çağırın nə bura? Davamına baxın. Eynə seyfi, mənim qılıncım hanı? Seyfullah deyə. Bu ləqəbləri başqalarına nisbət veriblər. Bu ləqəblər Əmirül-Mömininə aiddir. Əllamə Əmini, Əl-Qədr kitabını yazan Əl-Mizan müəllifinə deyir ki, harada baxdım Əli ilə bağlı fəzilət gördüm ki, başqası üçün qeyd ediblər. Və başqasına görə də bilirdim ki, Əleyhissalamın haqqındadır. Eynə rumhi, eynəl mufarric ən vəcihi. Üzdən kədəri götürən, üzümdən kədəri götürən Əli hanı? Allahu Ekber. Adam bir problem olur, bir nəfər görsən, elə bir adamdır ki, ona baxırsan, bilsən həll eləyəcək də. Eynəl mufarric, o qəmi kədəri götürən Əli hanı? Hətta bir gün Peyğəmbərə vəhiy gəldi ki, 3 nəfər müşrik latla uzaya, o bütlərə də, o xüsusi bütlərə andı ki, bir səni öldürəcəklər. Peyğəmbərə bu ilham oldu, bu xəbər gəldi, Peyğəmbər getdi məscidə üzün tutdu ki, biz 3 nəfər var, and içib ki, məni öldürəcək. Adamda da maraqlıdır, özü dedi ki, vəqət kəzəbu və Rabbil Kəbə, and olsun Allah'a öldürə bilməyəcəklər, boş söhbət deyirlər. Maraqlıdır. Deyir, mənə deyiblər, amma burada məsələ var da, imtahan olunmalısınız da, zahirən məsələ budur. Peyğəmbər üzün tutdu məscidə, kim gedər olan üstünə? Səs gəlmədi. Kim gedər? Heç kəsdən səs gəlmədi. Birdən əmir Peyğəmbər qayıtdı, Əli yoxdur burada. Maraqlıdır ya. Səsin gəlməməyindən bilir ki, o yoxdur burada. Deyirlər, yoxdur. Hardadır? Deyirlər, xəstələnib evdədir, gedin onu çağırın. Əleyhissalam qızdırması var, xəstələnib, tarixdir bu. Deyirlər ki, Əlican Peyğəmbər səni çağırır. Deyir, yatağından sanki sıçradı. Belə sürətlə qalxdı.
Adam deyir xəstələnmişəm. Xuddu qalxdı peyğəmbər mənə çağırır gəldi. Bəli ya Rasulullah. Dedi bəs 3 nəfər var. Dedi ya Rasulullah, özüm tək gedirəm, heç kəsə ehtiyac yoxdur. Eynəl müfərrid. Ana o qəmi götürən peyğəmbər getdi.